Bu video süni intellektlə hazırlanmayıb, tamamilə gerçəkdir. Bu parlaq mavi maniken əslində lüks ipəyin dözümlülüyünü yoxlamaq üçün stratosferə, yerdən düz 33 kilometr hündürlüyə göndərilmiş tarixin ən estetik elmi sınağının bir parçasıdır. Dorothy layihəsi çərçivəsində Kanadada həyata keçirilən bu missiya ilə İtaliyanın məşhur ipək istehsalçısı olan Taroni brendi öz xüsusi ipək parçasını ekstremal şəraitdə sınaqdan keçirməyə qərar verdi. Həmin ipək yuxarıda -60 dərəcə soyuğa, sıfıra yaxın təzyiqə və yer kürəsindən qat-qat güclü ultra bənövşəyi şüalara qarşı tək başına mübarizə apardı. Məqsəd, lüks bir materialın kosmik vakuumda belə öz rəngini və toxumasını qoruyub qorumayacağını dünyaya sübut etmək idi. Adam baxanda hələ də inana bilmir ki,